Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Yanvarın 15-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 85 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbə sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər aparılan geniş miqyaslı sosial-iqtisadi islahatlar insanların rifah halının yüksəldirməsinə, regionların inkişafına və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər nəticəsində həm sosial sahədə, həm də iqtisadi sektorun müxtəlif sahələrində ciddi nailiyyətlər əldə olunmaqdadır. Səyyar görüşdə sakinlər tərəfindən yolların asfaltlanması, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.